Dər demişkən, dəriyə aiddə bir məsləhət verərdim indi. İnsanlarda görürsəm, dəridə ləkələr çoxalır, səpkilər çoxalır, gözəllik itir, təravət itir. Sən onu nə qədər də loru dillə deyirəm, qaş oylasan, o köhnə mazdasan, nələr vursan, vur, sənin təravətin itir. Baxan ki, mənim gözümdən qaça bilməz. Təravətli sifət nədir? Təravətsiz sifət. Mümkündür, baxan kimi bilirəm ki, bu sünidir, bu təbiidir. Onu saxlamaq üçün də sən günəş enerjisinə, həsrətdir bu insanlara. Azərbaycanda vitamin D çatışmamazlığı olmamalıdır. Bir şey ki, çıxan kimi günəşin altına, qol açıq, üz açıq. Sən o enerjiyi alırsan, vitamin D-yi yığır bədənin, sağlam şəkildə yığır və depolayır onu. Sən bunu niyə eləmirsən? Və təbii ki, arxasından da insanlarımız mütləq mənada üzə dəriyə xidmət eləməlidirlər. Çünki yaşlaşanda, Samir bəy, yaşlı qadın, kişi qoltuğunun altında, qasıq nahiyəsində, sonra bədənin digər nöqtələrində ləkələr əmələ gəlir. Qara ləkələr əmələ gəlir, pigmentasiya əmələ gəlir, onun gözəlliyini itirir. Elə bir dənə ən sadə, pulsuz məsləhət verirəm, sadə ki, hər gün limonu kəsin, qoltuğunuzun altına, qasıq nahiyəsinə, haranızda, bədəninizdə qara ləkə düşürsə, hər gün çəkin. Limonu. Və yaxud da cəfərini keçirin, blenderdən əzin, onu çəkin həmin nahiyə. Aparır? Aparır. Tamam. Və yaxud da ki, 40 qram təzə şor götürün, üzərinə bir xörək qaşığı 3% periks. Qarışdırın, harada ləkə var onu masaj eləyin. 15 dəqiqədən sonra onu təmizləyin. Ləkələriniz görün necə gedir. Deməli, periksin içinə nə qataq? Şor, təzə şor. Təzə şor. 40 qrama bir xörək Bunu da qaşığı. bugün eşitdik. Qulaq kimdə bir şey eşitməsə. Ona görə doktor Samir olubsan. Həqiqətən, şorun içinə periks yaxın harada qaralmış yerlərimiz var ora. Ləkə yox, ləkə harada ləkə. Bu ləkədə də üzdə, başda harada ləkə. Üzdə də var, məsələn, müəyyən... Harada da varsa hamısını. Dərinin nazik yerləri olur ki, məsələn, oralar çox qaralır da, yəni mütləq oralara